Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əziz izləyicilər, hər birinizi salamlayırıq. 11 avqust 2026 -101 il çərşənbə axşamı günü Azərbaycan ərazisində havanın əsasən isti və quru keçməsi gözlənilir. Lakin ölkənin bəzi dağlıq və dağ ətəyi ərazilərində hava şəraiti bir qədər dəyişə bilər. İlk olaraq Bakı və Astara yarımadasına nəzər salaq. Bakıda 11 avqustda hava əsasən açıq və isti olacaq. Gündüz temperaturun təxminən 28-30 dərəcə ətrafında olacağı gözlənilir. Gecə saatlarında isə temperatur bir qədər aşağı düşəcək. Bakıda küləyin də hiss olunması mümkündür. Sumqayıt və Xəzərə yaxın ərazilərdə hava nisbətən sərin keçəcək. Sumqayıtda gündüz temperaturun təxminən 30-31 dərəcəyə çatması gözlənilir. Sahil ərazilərində külək havanın istiliyini bir qədər az hiss etdirə bilər. İndi isə regionlara keçək. Mərkəzi Aran və Aran rayonlarında havanın daha isti olacağı gözlənilir. Bərdə, Yevlax, Mingəçevir, Ağcabədi, Kürdəmir, Uyar və ətraf ərazilərdə gündüz temperaturu 35-38 dərəcə ətrafında ola bilər. Bəzi yerlərdə istilik daha çox hiss oluna bilər. Bərdədə 11 avqust üçün gündüz temperaturunun təxminən 37 dərəcə ətrafında olacağı gözlənilir. Gecə saatlarında isə hava 25-26 dərəcə ətrafında ola bilər. Gəncə, Qazax bölgəsində hava əsasən açıq və isti olacaq. Gəncə, Şəmkir, Tovuz, Ağrı, Steyn, Siril, Qağasqa və Qazax ərazilərində gündüz temperaturun 34-36 dərəcə ətrafında olacağı gözlənilir. Tovuzda gündüz temperaturunun təxminən 35 dərəcəyə çatması gözlənilir. Şəki, Zaqatala və Balakən tərəflərində havanın nisbətən mülayim olması gözlənilir. Dağlıq ərazilərdə səhər və axşam saatlarında duman müşahidə oluna bilər. Gündüz isə bəzi yerlərdə qısa müddətli yağış ehtimalı nəzərə alınmalıdır. Quba, Qusar və Şimal bölgəsində hava əsasən açıq olacaq. Dağlıq ərazilərdə temperatur düzənlik əraziləri ilə müqayisədə daha aşağı olacaq. Xüsusilə dağlara səfər edən vətəndaşlara havanın dəyişkən ola biləcəyini nəzərə almaq tövsiyə olunur. Şamaxı, İsmayıllı və Ağsu istiqamətində hava əsasən açıq və quru keçəcək. Dağlıq ərazilərdə gündüz saatlarında qısa müddətli yağış ehtimalı tam istisna edilir. Qarabağa və Şərqi Zəngəzur bölgəsində, o cümlədən Ağdam və ətraf ərazilərdə hava isti və əsasən yağmursuz olacaq. Ağdamda gündüz temperaturunun təxminən 33 dərəcə ətrafında olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında isə isti hava özünü daha çox göstərə bilər. Gündüz saatlarında temperaturun yüksək olacağı gözlənilir. Xüsusilə günün günorta vaxtı günəşin altında uzun müddət qalmaq tövsiyə olunmur. Lənkəran, Astara və Cənub bölgəsində havanın daha rütubətli olması gözlənilir. Sahilə yaxın ərazilərdə sərin külək hiss oluna bilər. Bəzi dağ ətəyi ərazilərdə qısa müddətli yağış ehtimalı ola bilər. Ümumilikdə 11 avqust 2026 -101 il üçün Azərbaycanda hava şəraiti əsasən isti və açıq olacaq. Aran və mərkəzi rayonlarda istilik daha çox hiss olunacaq. Dağlıq və dağ ətəyi ərazilərdə isə hava nisbətən sərin və bəzən dəyişkən ola bilər.